Şah İsmayıl və Səfəvilərin Əmir Teymurun nəslinə xüsusi hörmət olub. Əmir Teymurun nəslinə, Əmir Teymurun şəcərəsinə xüsusi hörmət olub. Yəni bilirsiniz də, yəni Şah İsmayılın Babur Şaha, Şah Təhmasibin Humayun Şaha, Şah Abbasın Əkbər Şaha, Baburilərə yardımları olub. Bunların da mərkəzində, bunların da mənbəsində Səfəvilərin Əmir Teymura bir minnətdarlıq borcu var. Çünki Əmir Teymur 1402-ci ildə Osmanlı İldırım Bəyazidi məğlub edib qaydanda Ərdəbildə Şah İsmayılın ulu babası Şeyx Əlini ziyarət edir. Şeyx Əlinin xahişi ilə Osmanlıdan apardığı 100 min əsri də azad edir. O 100 mindən 50 mini qayıdır Anadoluya, 50 mini qalır Azərbaycanda. O Rumlu tayfası elə o vaxtdan qalır da, Əmir Teymurun azad elədiyi əsirlərdir. Əmir Teymur Şeyx Əliyə Ərdəbil hakimliyin və qıraq bölgələrin vergilərini bəxşiş eləyir və bunun da nəticəsində Səfəvi şeyxləri iqtisadi baxımından qüdrətlənirlər. Yəni Səfəvilərin Əmir Teymura xüsusi bir rəğbət olur.